Hmm. Deməli, uşaqlar 31-ci suala baxaq. 31-ci sual Nahid verib. Yəqin ki, dərsdən çıxmışdı. Buna görə bir gəlin baxaq. Deyim ki, blok sxemdə təsvir olunmuş algoritm nəyi icra edir? Deməli, n də deyir natural ədəddir. Olsun. Başlanğıc verilib. A bərabər 0 verilib. N verilib. Deməli, gəlin n-ə nəsə daxil edək. Tutalım ki, 2 daxil edək. Gəldik burada, bu nədir daxil etmə, xaric etmə. Bir dəfə imtahan sözünü çap eləyəcək. Baxın, n2-ni verdi, artıq algoritm başlayır. Ardıcılıq. Burada bir dəfə imtahan sözünü çap eləyəcək. Baxın burada, bir dəfə çap etdi. İndi sonra gəlir, a bərabərdir a plus 1, 0 idi. Gəldi, burada a bərabər olacaq 1-ə. Gəlib burada deyəcək 1, kiçikdir bərabərdir 2-dən, kiçikdir bərabərdir. Hə dediyimizə görə təzədən qaydıraq dövrə. Bura gələndə yenə imtahan sözünü çap eləyəcək. Baxın, bir dəfə də çap eləyəcək. Sonra gələcək bura. A bərabər a plus 1. A-mız 1 idi. 1-in də üstünə gəlsə, a bərabər dəyişib olacaq 2. İndi gəlib burada soruşur. 2 kiçikdir bərabərdirmi 2-dən? Deyir ki, hə, təzədən qaydıraq dövrə. Burada yenə gəlir, neyinir? İmtahan sözünü yenə çap eləyir. Gəlir burada, a-mız 2 idi. Üstünə 1 gələcək, a bərabər də olacaq 3. Gəlib burada soruşur. 3 kiçikdir bərabərdirmi? Yenimiz neçə idi? 2-dən. Deyirik, xeyr, onda gəlib burada deməli algoritm sona çatmış olur. Deməli burada neynədir? Baxın uşaqlar, imtahan sözünü neçə dəfə çap elədi? İmtahan sözünün çapından gedir. Biz n neçə vermişdik? 2. Neçə dəfə çap eləyib? 3 dəfə. Deməli n2 isə n plus 1 dəfə imtahan sözünü çap etmiş olacaq. Bu da olacaq bizdə A variantı. Ondan sonra hansı sual var? 32. Gəlin 32-yə baxaq. Deməli buna da baxmışdıq. Gəlin baxaq. Deyir ki, burada algoritm nəyi hesablayır? A bərabər 0, B bərabər 0-da C müəyyən bir ədəd daxil edilir. Və burada gəlib C ilə B-ni hər dəfə müqayisə edir. Və deyir ki, C B-dən böyükdürsə, B bərabər 0-dır. C-yə tutalım ki, bir dənə ədəd daxil edək 2. İndi gəlib burada algoritmi düşsək, ardıcıl hesablasaq. Deyir ki, C-yə neçə verdik? 2. Deyir 2 böyükdür 0-dan. Deyirəm ki, hə, böyükdür də. Onda deyir B bərabər olsun C-yə. Yəni B 0 qiymətini atsın, bərabər olsun C-nin 2 qiymətinə. B bərabər olacaq 2-yə. İndi burada gəlirik, hə dedik, gəlirik buradan, dövrə düşürük artıq. Burada nə deyir? A bərabərdir A plus 1. A nə idi? 0. Gəldi burada dəyişdi, nə oldu? 1. İndi gəlib burada deyilir ki, 1 kiçikdir bərabərdirmi 10-dan? Deyir ki, hə, təzədən qayıdır burada dövrə. Dövrə qayıtdıqdan sonra indi C-yə tutalım, daxil eləyə başqa qiymət 5 olsun. Gəlib burada yenə soruşur. Deməli 5 böyükdürmü 2-dən? Deyirik ki, hə, böyükdürsə, onda B bərabərdir, olsun C. Yəni B2 qiymətini atsın, C-nin yeni qiymətinə bərabər olsun, yəni 5-ə. Gəlirik burada A yenə dəyişir. A-mız neçə idi? 1 idi. A bərabər olacaq, 1 üstünə gələcək 2. Gəlib burada təzədən soruşur. 2 kiçikdir bərabərdirmi 10-dan? Deyirik ki, hə, təzədən qaydırıq dövrə. Deməli burada hər dəfə neyinir B? Baxın, hər dəfə böyük qiyməti çıxışa verməyə çalışır. Yəni 2 idi, birinci 0 idi. C-yə 2 verdi, 2 qiymətini aldı. Sonra C-yə 5 qiymətini verdi, 5 qiymətini özünə mənimsətdi. Hər dəfə ən böyük qiyməti çıxışa vermək istəyir. Baxın, Y variantında ən kiçik deyir, D variantında ən kiçik deyir. İndi burada baxın A variantına uşaqlar, ən böyük qiyməti düzdür. Amma deyilir ki, girişə verilən ardıcıl 11 ədədin. Amma girişə mən istədiyim ədədi verə bilərəm. 2 verdim, sonra 5 verdim. Ardıcıl olsaydı 2, 3, 4, 5 elə verməliyim. Amma bura ürəyim istəyən bir ədədi verə bilərəm. A-nı da atırıq.
İndi bir B qalır, bir də C qalır. Deməli, burada nüans nədir? Deyilir ki, girişə verilən ixtiyari 10 dənə ədədin. Burada da deyilir, girişə verilən ixtiyari 11 dənə ədədin ən böyük qiymətini çıxışa verir. İndi gəlin belə baxaq, uşaqlar, baxın. Deməli, burada nə verdik? Burada biz verdik birinci girişə verilən ixtiyari 11 dənə ədədin ən böyük qiyməti. Deməli 2 verdik, 5 verdik. Sonra gəlib burada dəyişəcək. Baxın, bunu belə uzun-uzadı da gedə bilərik. Bir də baxın uşaqlar, buna görə baxa bilərik. Deməli C-ni bax burada A0 idi. A0 olanda C-yə biz qiymət daxil etdik, 2 qiymətini. 2 qiyməti ilə gəldi bu. Sonra burada A bərabərdir. A plus 1-lə yenidən dəyişdi, 1 qiymətini aldı. Bu 1 olanda təzədən gəlir, burada C neyinir? 1 qiymətini yenidən, C yenə 1 qiymət alır, 5 qiyməti. Yəni burada A1 olanda C artıq neçə qiymət almış olur? 2 qiymət almış olur. Burada da deyilir ki, A kiçikdir bərabərdir 10-dan. Yəni 1-dən bu hissəsinə baxsaq. Elə buradan da baxa bilərik. Baxın 0-dan. 0-dan 10-a kimi. Deməli, ədədləri alır və 0-da daxil olmalı. Burada nə edirik? Belə bu aralığı tapanda. Baxın, 10-dan çıxırıq 0-ı, üstünə də gəlirik 1-i. Bu da bizdə olur 11. 11 ədədin. Nəyə görə? Baxın, uşaqlar, yenə deyirəm. Alqoritmi hesablamağa başladıq. Burada neynədir? C artıq A0 olanda C artıq bir qiymətini mənimsətdi B-yə. Sonra gəldi burada A bərabərdir, 1 dəyişdi. İndi baxın, C bir qiymətini burada aldı. Elə deyil. 2 olanda, deməli 2 oldu. 2 qiymətindən gəlib yenə bir ədəd daxil edəcəyiz. Tutalım 8. Sonra nə bilim 3 olanda gəlib burada 3 olacaq. Yenə bir qiymət daxil edəcəyiz. Tutalım 9. 4 olanda yenə bir qiymət daxil edəcəyiz. Tutalım 10. Nə bilim 5 olanda, 6 olanda ta ki 10-a kimi. Gəlib burada 10 alanda 10 kiçik bərabərdirmi 10-dan? Yenə həni alacaqsınız. Yenə gələcəksiniz, C-yə qiymət verəcəksiniz. Burada yenə B gəlib özünə C-ni mənimsədəcək, özündən böyük olsa. Sonra gəlib burada 10 deyəcək, üstə gəlsin bir neçə 11. 11 kiçik bərabərdir 10-dan xeyir. Gəlib burada B-ni sonuncu ən böyük qiymətini çap eləyəcək və deməli burada da son olacaq. 11 dənə ixtiyari ədədin ən böyük qiymətini çıxışa verir.